Salamlar və sayğılar, əziz və hörmətli dostlar, dildaşlar, vətəndaşlar, candaşlar, qardaşlar, bacılar. Xoş gördük. Umarım ki, yaxşısınız. Hər halda bilirsiniz, hər şeyi örgəşmək zaman aparır, zaman içində adam yavaş-yavaş örgəşir. Onun üçün mən əcələ eləməyəcəyəm, siz də əcələ eləməyin, çalışaq ki, örgəşək türkünü yazıb oxumağı latin əlifbayla. Bu kitab ki oxuyuruq, savaş sənəti tərcümə olubdur, savaş sənəti adına və yazarı Sun Tzu ya Tzu'dur, Çinlidir. 2500 ilə bundan qabaq bu kitab yazılıbdır. Bunun 10-cu səhifəsinin birinci paragrafına yetişdik. Deyir ki, eski çağların Taoist çalışmalarından Chung Ho Chi, yani ne demek, denge ve armoni kitabı Taoist bilginin ve pratiğin savaşçı üzerindeki etkisini aşağıdaki sözlerle tanımlar. Bir tane kitap yazılıbdır Çində. Dediyim kimi Çin çox əski bir millətdir və nüfusu çox bir millətdir. Coğrafiyası da çox değişikdir. Onun üçün də orada çox şeylər tarixdə olubdur. Bunun tərsinə ki, İranda deyirlər, İranın tarixi əskidir filandır. İranın tarixindən o cür bir şey yoxdur. Dağlıqlığa qalsa ora buradan çox dağlıqlıqdır, yellığa qalsa. Yəni hər nə desəz orada var, amma cəmiyyəti çoxdur filandır. Bəllidir ki, İranda o cür bir şey yoxmuş. Hər halda əski çağların, çağ dediq zamana deyirlər. Türkçədə zaman ərəbcə sözdür. Əskidə qədim ərəbcə sözün türkçəsidir. Taoist, yəni Tao düşüncəsinə inananlar çalışmalarında fəaliyyət sözünün ki ərəbcədir, türkçəsidir. Çalışmalarından Chung Ho Chi adlı bir kitap yazıblar Taoistlər. O kitabın mənası türkçədə dəngə və armoni, harmoni kəlməsinin şeyidir, türkçəsidir, türkçəlmişidir əslində. Yəni taadul. Keçən cəlsədə bunu izah edirdim ki, vaxt qutardı. Bu adda bir kitap yazıblar. Dəngə və taadul, harmoni. Dəngə dedik nədir? Dedim ki, o zaman ki insan uşaqlığımızda, elə indi də dursaz ayağa fırlansaz belə dövrəzə, başınız gicəllənəcəkdir. Fikirləyəcəksiniz, dünya fırlanır sizin başınızda. O harda ki bu sizin zehninizdədir, eşikdə deyil, sizin beyninizdə. Buradan üstə olan bir ittifaqdır. Yəni qulaqda deyirlər bir dənə bir şey var, o taaduldan çıxanda o hərəkət edir, davranır. Davranında biz dünyanı o cür görürük. Yəni görürsünüz, bir dənə hissi ki qulaqdadır, o üzvü. Düz işləməyəndə biz dünyanı tərsə görürük. Və düşüncəmiz dünyadan tərsədir, duyğularımız dünyadan tərsədir. Bunun üçün çox daha biz duyğularımıza, düşüncəmizə etimad eləyə bilmərik. İndi bu oldu nə mənə? Dəngə. Dəngə o zamandır ki, tarazının iki gözdə, qədim tarazılar var, indi yoxdur. İki gözdə bir dura. Dəngə o zamandır ki, siz rahatca, ya bir dənə ayrı misal deyim, cambaz bilirsiniz nədir? Da cambaz kəndiri ya örkəni ya ipi iki ağacın arasında bağlardılar. Bir nəfər əlində bir ağac çıxardı, o ipin üstündə yol yeriyərdi. Əlində bir ağac tutardı. O hangi tərəfə istəsəydi adamı aşırsın, o birisi tərəfin ağacın uzun tutardı ki, o tərəfə endirsin. Bu taadul, dəngə, yəni bu. İndi buna farsca nə deyirdilər? Deyirdilər ki, bizim türkçədə cambaz deyirlər. Farscada buna fikir edirəm, deyirlər ki, bilmirəm heç farsca nə deyirlər. Yadımda deyil. Ərz eləyim xidmətinizə ki, bu taadul o ağacın, o ipin üstündə. Məsələn, deyək ki, bir dənə çay var, bilirsiniz, Nayaqarada. Nayaqara adıdır. Kanadada bir çay var, adı Nayaqara çayıdır. O çayın üstündə bir dirək bu taydadır, bir dirək o taydadır. Bunun üstündə bir dənə
ip qoyurlar bu dirəkdən o dirəyə. Bunun da arası 300 metrdir hududən. Ya 300 metrdən biraz az, biraz çox bir yoldur. Çay özü dərindir. O dərə də ki var, çay onun dibi ilə axır. O özü də bir 20-30 metr olar. Çox olar bəlkə də. Yəni adam oradan düşsə gedər aşağıya. İndi bir nəfər çayın Kanada tərəfindən o ipin üstü ilə yeriyə əlində bir ağac gedəcək o taya. Bu o ipin üstündəki ayağın da altında nazik bir ipdir də hər halda. Onun üstündə yol yeriyir. Bunun üstündə elə gedəsən ki, yıxılmayasan, buna dəncə deyərlər. Dəncəvi saxlayasan, yıxılmayasan. Mən məmuli difarın başında yeriyəndə bir dəfə uşaqlığımda difarın başında yerimişəm, yıxılmışam. O zamandan elə məndə bir ucalıqdan bir qorxu var. Fobiyadır, ucalıq fobiyasıdır. Məsələn, harmoni nə deməkdir? Harmoni, yəni hər şeyin bir-biri ilə cürləşməsidir, bir-birindən oxşamasıdır. Məsələn, arxamda o bayraq görürsünüz. Onun harmonisi var ya yox, onu bəzi dostlarımız ki, rəng içindədirlər, bilərlər. Mən fikirəm, burada harmoni yoxdur, burada təzad var. Rəhlərin bir-biri ilə buna görə ki, çalsın. Amma harmoni odur ki, məsələn deyirəm, nələr də musiqidə məsələn çox harmoni görürük. Yaşamın özündə harmoni görürük. Bir fəslin içində harmoni görürük. Məsələn, payızda görürsünüz ki, ağaçların yarpağı tökülür, bu harmonilikdən çıxır. Amma o ağaçların hamısının rənginin dəyişməsi, yerə tökülməsi özü bir harmonidir. Yəni, bir yer tökülüb, bir yer qalmır. Buna deyirlər harmoni. Elə yenə də taadul mənasına, amma bir-biri ilə həmahəng farsça deyək. Həmahəng olması budur. Deyir ki, bu taoist bilginin və pratik ya prati deyir buna türkçədə, türk ləhcəsində, türk ağzında prati deyilir, pratik. Bu pratiyin, yəni pratik əməl, sözdür, latincə bir sözdür, əməl, davranışmaq, işdə, bizdə biz desək deyək iş, yəni Azərbaycan ləhcəsində işləmək. İşdə, əməldə savaşçı üzərindəki etkisini, yəni o kitab, bu Taoin savaşçının üstündəki olan ətki türkcədir, təsir sözündəki ərəbcədir. Aşağıdakı sözlərlə tanımlar, yəni belə deyər bu kitab o şeyə görə. Görək nə deyir? Dərin bilgi sıkıntıyı üzr istəyirəm. Dərin bilgi sıkıntıyı 2 dəfə bunu yazıbdır. Sıkıntıyı və sıkıntını buna görə baxırdım ki, bu niyə beləsi oldu ona görə. Sıkıntıyı və sıkıntının oluşmasından öncə təhlükənin oluşmasından öncə yox olmadan öncə bəla gəlmədən öncə kəstirə bilməkdir. Pəs indi deyir, nə mənədir savaşçı? Bir dənə ayrı məna, tərif deyir. Deyir ki, dərin bilgi. Bir adamın ki, dərin, genişlə dərinin fərqini bilirik da. Geniş, beləsi deyim. Bir dənə misal vurum. Bu yazını ki, əlimdə görürsünüz. Bunun buradan buracan genişliyidir. Buradan buracan da dərinliyidir. Yaxşı. İndi bizim İranda insanlar dərinlikləri dırnaq qalinlikdadır. Genişlikləri ucu bucağı yoxdur. Yəni fəlsəfədən desən hamı danışar, siyasətdən hamı danışar, riyaziyyatdan hamı danışar, fizikdən hamı danışar, nucumdan hamı danışar, tala baxmaqdan, duadan, Qurandan, hər şeydən, xaricərin həqqi, qanun, hər şeydən hamımız danışarıq. Çünki dərin deyilik axı. Hər şeydən biraz bilirik, dırnaqca. O da bizə verdikləri qədər və verdikləri anlamda. Amma mütəxəssislər, məsələn, hüquq mütəxəssisi qanunu dəqiq bilər. Əgər yaxçı oxumuş olsa, yaxçı mütəxəssis olsa,
qanunu dəqiq bilər. Fizik mütəxəssisi fiziki yaxçı bilər. Nucum mütəxəssisi nucumda dərin olar, o birislərdə dayaz olar. Dərin dayaz, dayaz yəni dediyimdə nazik bir şeyə dayaz deyirik. Geniş dedim, bizim hamımız genişik hər şeydə çünki izharı nəzər eləyə bilirik. Dil desən dildə danışarıq, tarix desən tarixdə danışarıq, coğrafiya desən coğrafiyada danışarıq, siyasət desən siyasətdə, hüquq desən hüquqda, yemək desən yeməkdə, içmək desən içməkdə, insaniyyət desən insaniyyətdə. Hər nədə desən biz burada az gətirmərik. Niyə az gətirmərik? Çünki biz dayazıq. Dayaz adam deyir bəlkə hər şeyi bilir. Amma bir dənə adam ki dərin oldu, o adam hər şeydə fikri deyər ki, mən bilmirəm, buna mütəxəssis lazımdır. İranın tərsinə, İranda olan millətlərin tərsinə, dünyadakı millətlər mütəxəssislər onlar idarə elər. Mütəxəssislər milləti idarə elər. Yəni siz burada camiədə mənim ingilis dostum var, familimiz var, gəlinim var, filan. Bunlarla gəlcə deyilir, Kanadalılar. Bunlar məsələn məmləkətin siyasətinə görə danışmazlar. Biz 2 nəfər bir yerdə otursaq, İran coğrafiyasından gələn insanlar hətmən siyasətdən danışarıq, hətmən iqtisaddan danışarıq, hətmən ticarətdən danışarıq, hətmən hər nə gəlsə qabağımıza yəni danışarıq. Biz qorxmarıq ki, danışmayaq. Amma o adam məsələn xəbərdə eşidib ki, bunu taza məndən adam da soruşubdu ki, bizim bir famil var, o xanımından soruşubdu ki, sən gedirsən onlara, filan kəsdən soruş ki, Rusiya ilə Amerikanın bu olan ixtilafları şeyin üstündə, Ukraynanın üstündə, o hardan başlanıb, nəyin üstündədir? Çünki onun nəzərində mən bir siyasətçiyəm. Onu mən bilməliyəm onun nəzərində. Onu məndən soruşun. Ki, biləm. Bunun üçün, dostlar, biz nə etməliyik? Biz də yavaş-yavaş Azərbaycan cəmiyyətində, millətində mütəxəssislərə dayanmalıyıq, dərin adamlara dayanmalıyıq və əgər məclisimizdə bir dənə dərin adam var, bir sahədə onun nəzərini qəbul etməliyik. İndi hamı gəlir, məsələn, düşmənə görə nəzər verir. Təbii ki, hamı nəzər verə bilər, çünki hamı düşməni tanımaq haqqıdır. Amma bir nəfər ki, o mövzuda işləyib, təxəssüsü vardı, o danışanda bizim hamımız deyək ki, onun sözü hüccətdir. Bir nəfər hüquqdan danışır, hüquqi beynəlməldən danışır, hüquqi bəşərdən danışır, dil məsələsindən danışır, tarixdən danışır, ədəbiyyatdan danışır, türk dilindən danışır, türk tarixindən danışır. Biz orada durmalıyıq. Bir nəfər çıxır İran televizyonunda tarixçi adına deyir ki, Azərbaycan elədir, belədir. Burada bizim hamımızın vəzifəmizdə o yalanın qabağında duraq. Bizim bilginlərimiz bizə deyiblər ki, bu söz yalandır. Biz təbii ki, öz bilginlərimizin sözünə baxacağıq. Çünki biz dünyanı öz bilginlərimizin və öz gözümüzdən görməliyik. Mənim gözüm ola-ola. Niyə gedim Farsın gözü ilə dünyaya baxım, ya niyə İngilisinin gözü ilə özümə baxım? Seyyid Cəvad Miri Minəqin bir gözəl sözü vardı, yazmışdı, mən də onu paylaşdım şəkildə. Deyir ki, Avropalılar deyiblər ki, İranşinasi. İranın öz danışqahlarında da İranşinasi qoyublar. Niyə? Fotokopi eləyiblər. Qərbidən fotokopi eləyiblər. Onlar nə qoyublar? Biz də qoysaq bizə deyəcəklər alim. Yox, bu düz deyil. İndi deyir ki, dərin bilgi dedik elm, düşüncə. Sıkıntının oluşmasından öncə sıxıntı ki biz deyirik onun üçün. Sıxıntı yəni fişar, zor. Sıxıntının üz verməsindən öncə qabaq. Oluşmaq yəni üz vermək. Meydana çıxmaq, ərsiyə çıxmaqdan öncə, yəni qabaq sözünün türkçəsidir yenə də. Təhlükəyi, bəs birinci sıxıntı. Sıxıntı nədir? Düşmənlə bizim bir aramızda bir sıxıntı var, bir məsələ var.
Məsələ onun ərəbcəsidir məsələn. O ortaya çıxmamışdan onu təşxis verməkdir. Dərin bilgi ilə. İkincisi nədir? Təhlükənin oluşmasından öncə təşxis verməkdir. Təhlükə yəni xətər. Ərəbcə sözdür. Təhlükə də ərəbcədir, xətər də ərəbcədir. Təhlükə və xətər üz vermədən öncə onu etməli, təşxis verməlidir. Yox olmayı, yox olmadan öncə məhv və nabud olmaq mərhələsinə yetişməkdən qabaq təşxis verməlidir. Yəni bizim dədələrimiz Qacar dövründə bu qədər ahmaq oldular ki, mən bu sözü işlədirəm, dədələrimizə tohin olur, olsun. Tohin deyil, bu bir dənə tarixin acı gerçəyidir ki, gərək biz bunu danışaq və özümüzü qoymayaq, o cür bir duruma düşək. Çünki bizim də nəvələrimiz, nəticələrimiz, kötüzələrimiz, görüzələrimiz bizə belə qəzavət edəcəklər. Əllərində hakimiyyət ola dədələrimizin durublar farsların dalısında, farslara inanıblar, farsların yalanına, doğrusuna, andına, amanına inanıblar, əllərində olan hökuməti yıxıblar, ya yıxmağa köməklik eləyiblər, veriblər farslara, farsların bərdəsi olublar. Farslar bunların dilini aradan aparıb, yenə bir nəslimiz dinməyibdir. Tarixin aradan aparıb dinməyibdir. Ədəbiyyatın aradan aparıb dinməyibdir. Dilin məhkum eləyib, özün məhkum eləyib, millətliğin danıbdır. Sən millət deyilsən, sən qovmusan deyə bizə ad qoyub üstümüzə. Hala bu davam edir. Və bizim dədə babalarımız çaramçar, laramlar, mən sülhüdə yaşayayım, çörəyim çıxsın, ağzım yesin. Olan ölsən nə olar sən? Sənin nəslin qırılsa nə olar? Sənin kimi bir insanın olmaması olmağından yaxşıdır. Olmasaydın, lağəl mən də yox idim. Və bu əziyyəti çəkmirdim ki, görəm, agah olan, biləm ki, mən bir düşmənin əli altında müstəmirə, sömürcə olmuşam. Mənim varlığım, yoxluğum, həyatım, dilim, özüm inkar oluram. Adam hesab olmuram. Və biləm ki, bunun məsuliyyəti də dedəm. Bu təhlükəni üz vermədən öncə gərək biləydik. Amma o qədər sadə və əhmaq yekəlmişik, tərbiyə olmuşuq. İndi də ki, elə onun içində yaşırıq. Yəni, ələn bizim adamlarımız var. Komment yazı qoyursun ora. Adam komment qoyur ki, sən sabit elə ki, mən türkəm. Sən sabit elə ki, biz millətik. Sən sabit elə ki, biz buradan İrandan ayrılsaq, o birisi türklərə nə olacaq? Yəni, adamın hala düşüncəsi yoxdur ki, dünyada tamam savaşlar hakimiyyət və millətin millət dövlətliği üzərindədir. Amerika dünyaya əgər ordu çəkir, dünyanın bombaran edir, atom salır falan, hamısı millətinin milli mənafeyi üstündədir. Və biz Türk ola milli mənafeyimizi bilmirik. Deyirik, milli mənafeyimiz İranın mənafeyidir. Yəni, bu qədər bizim içimizdə bunun üçün deyirəm, brainwashing, beyin yıxama ən böyük stratejidir ki, farslar geçən yüzildə bizim üstümüzdə işləyirlər ki, biz özlüğümüzü yaddan çıxadaq, unudaq. Təhlükə olmadan öncə yox olmayı, təhlükədən sonra yox olmaq, bu yox olmağı deyirdi. Yox olmağı ilə yox olmadan öncə, yəni biz gərək Qacarları əldən verməmişdən öncə bunu düşünəydik ki, biz nə iş görürük? Təbriz əvəzin ki, duraydı Məşrutədə Səttarxan, Bağırxanın arxasında ya Azərbaycan kollən, duraydı Qacarla savaşıydı, gərək biləydi ki, biz hakimiyyətimizi yıxıb kimə verəcəyik? Təbriz məşrutə üçün savaşmıyıb, dostlar. Bunu diqqət buyurun. Təbriz məşrutə üçün savaşmıyıb. Tüm məşrutiyə heç kəs savaşmadı ki. İranda sən savaş getmədi məşrutiyə. 4-5 dənə molla
getdilər Rey şəhrində İmamzadə Əbdüləzim denədi, orada təhəssün elədilər. Bir 5-10 nəfər də getdilər İngilistan səfarətində təhəssün elədilər. Təbrizdə də 5-10 nəfər təhəssün elədi, eləmədi, bəlli deyil. Bunun da hamısının başında gələn şahzadələr, Türk şahzadələri və Türk dərbarı idi. Onlar istəyirdilər ki, görmüşlər, təcrübə eləmişlər, qatarı gətirmişlər, millət minmirdi. Vaksin gətirmişlər, millət vurmurdu. Deyirdi, eyni indikinə tay deyirdilər ki, vaksini vurdursan uşaqların hərəmzadə olar, arvadın zina elər, filan bəhman. Şeytan sənin arvadınla yatar. Belə bir millətə məşrutə vermək olmazdı, qanun vermək olmazdı. Necə ki, sən qanun gətirirsən kitabın, Qur'anın, sünnətin qabağında? Deyərdi millət. Məşrutə dövləti məcbur idi, dövlət məcbur idi ki, bunu 5-10 nəfərə hətta pul verən, muzdur ala. Gedin siz bunu sifarət edəcəyin, orada girin, bu mallıya, o mallıya pul verin, geçsinlər belə olsun, etisab eləsin, millətin içinə geçsin ki, biz bir şey istirik. Calibdir, millət heç hesab istəmir, deyirlər, ədalətxana istirik. Və dövlət gəlir, yazır ki, mən sizə məclis verdim. Və bir nəfər tutulmur, bir nəfər vurulmur, bir nəfər dara çəkilmir, bir nəfər edam olunmur, bir nəfər güllələnmir. 2 il sonra ki, şahı 2 dəfə terror eləməyə çalışırlar və hər nümayəndə Fars ki, məclisdədir, Azərbaycanın tərsəsinə, Azərbaycanlıların tərsəsinə, Tehranda və o birisi iyalətlərdə hər nümayəndə özünə bir ərteş düzəldib. Hər xan özünə bir ərteş düzəldib. Farslar da bunlara silah verirlər İngilislərin əlinə. Bunlara silah verirlər, pul verirlər, mühimmat verirlər, at verirlər, yemək verirlər, plan verirlər, bəhman verirlər və bunların hamısı şurişə, üsyana, Türk dövlətinin əleyhinə məcbur edirlər. O tərəfdə də şahı terror edirlər, şahın adamlarını terror edirlər, dövləti yıxmağa çalışırlar. Bu aradadır ki, Təbriz qalxır şahın qabağında, Türk şahının qabağında durur. Yəni biz tarixi düz görməliyik, düz təhlil eləməliyik. 2 il yarım məşrutədən geçir. Məşrutə 2 ildir hökm sürür. Dövlət qanun, şah, məclis qanunun üzü ilə gedir. Calibdir ki, məclis təşkil verməyə Müzəffəriddin Şah Allahın rəhmətinə gedir. Məhəmməd Əli Şah Təbrizdən gedir Tehrana. Şah olur. Məclisi, Şurayı Millini, qanun əsasını və məşrutiyyəti bu adam qəbul edir və rəsmiyyətdə məşrutiyyət sözü bu adamın sözüdür. Müzəffəriddin Şahın fərmanında məclis adı var. Məclis. Məclisi Şura. Adı yoxdur. Məşrutiyyət adı yoxdur. Bu Məhəmməd Əli Şahdır ki, bunlar bizə deyiblər, Təbrizdə də diktator idi, Tehranda da diktator idi. Bu adam 2 ildən də biraz o yüz bu yüz, məşrutə ilə yol gedir. Bunu 2 dəfə terror edirlər, adamların öldürürlər, vəzirlərin öldürürlər, filanların öldürürlər. Adam axırda deyir ki, bunun kökü haradır? İttilatı var, şahdır biləxərə, bunun bir sistemi ittilatısı var. Buna deyirlər ki, məclisdə nümayəndələrin hərəsi özü bir ərteş düzəldibdir, özü bir hizb düzəldibdir, özü bir terror sistemi düzəldibdir. Deyir ki, bu məclis bağlanmalıdır. Necə ki, Nasiriddin Şah danışgahı qurur, sonra danışgah gedir Framasonun əlinə geçir, Framasonlar orada çalışırlar, Nasiriddin Şah danışgahdan məyus olur, amma bağlamır. Bizə tarixi deməyiblər, Səttarxan və Baqirxan məşrutəni almaq üçün savaşmırlar. Demirlər ki, şah 2 ildir bu qanunu icra edir. Diktatorluğu yoxdur. Nənəsinə, üzr istəyirəm dostlardan, mətbuatda yazırlar, nənəsi, arvadı, bacısı filankarədir. Mən bunu deyəmirəm. Elə bu qədər dedim, yetişər. Bu cür bir şah ki, onu şikayət edir, dadgaha çəkir, nə vurur, nə tutur, nə zindana salır, şikayət edir əleyhinə. Siz əgər eləyə bilərsiniz, Xameneiyə bugün yazın ki, Ayətullah Uzma deyil. İranda olanlara, xaricədəkilər yox. Bir nəfər desin ki, bu sən Ayətullah deyil axı bu adam. Fəqət bunu yazın. Əgər sabaha diri çıxıldınız, belə bir şah, belə bir məşrutə şahı, demokrat bir şahı müttəhəm. Buna görə ki, deyərlərdir ki, bu sabit elə. Bizim tarixçilərimiz də buna inanıblar ha. Bizim Türk tarixçiləri də şimdi danışırlar. Bəzən buna inanıblar ki, Məhəmməd Əli Şah
Təbrizdə elə diktator idi, Tehranda da diktator gəldi, diktatorluqla başladı və diktatorluqla başlayan adam 2 il niyə bu məclisi saxlar? Niyə vəliəhdlik dövrəsində, yəni dədəsi hələ diridir, yazır ki, qanun məşrutə. Sən gələrsən şahı terror elərsən, şah da baxar görər ki, bu terrorun mərkəzi haradır, oranı dağıtmaq lazımdır. Amma bizim adamlarımız bu yox olmanı görmədilər. Məşrutədə niyə? Çünki o adamlar ki, Səttarxan bir dəfə çox israr edir ki, mənə aparın əncümən qeybini görün, deyirlər olmaz. Yox, olmasa olmaz, mən işləmərəm, pulan bəhman. Niyə? Çünki Səttarxanın ağlı yoxdur ki. Səttarxan bir çodardır, çodar. At alıb satır, heyvan alıb satır. Gedir kətdən qoyun alır, ot alır, inək alır, at alır, filan alır, gətirir şəhərdə satır. Siyasət nə bilir nədir? Amma cahil adamın əlinə bel ver, özünə də hel ver, qoy gedəcəkdir, işin görəcək. Çox israr eləyəndən sonra deyirlər bu şərtdən ki, gözü bağlı aparırıq, gözü bağlı gətiririk. Tamam, gözü bağlı aparırlar bir qəranlıq yerə, görür ki, bir adamlar üzləri də öldü, oturublar orada. Bir dana çay içir, nə səslərin eşidir, nə bir şey durur, gəlir, onlarla işdir. Bunlar kim idilər? Əncüməni qeybi dedikləri adam kim idi? Kimlərdən pul alırdılar, kimlərdən silah alırdılar? 9 ay Təbriz o silahı hardan gətirdi? O silahı, o gülləni, o yemağı, o işmağı, o pulu kim verirdi Səttarxanın adamlarına ki, onlar 9 ay Qacar ordusunun qabağında dayandılar? Özümüzdən bunları soruşmalı yox. Yox olmadan öncə bəla, elə biz də bala deyirik da, balıya da ki, nənəmiz doğub bizə deyiblər bala, yəni nənənin başına, dədənin başına bir bəla yox, bala. Ona görə türkçədə buna deyiblər bala, deməyiblər ki, evlad. Deyiblər bala, uşaq bir baladır. Niyə? Çünki tamam arzulardan səni saxlar. Hədəflərindən səni uzaq elər. Sənin əyova bir ip olar, bir zindan olar, səni saxlar bu yerdə. Hərəkət eləyənməsən. Bala gəlmədən, bala düşmədən öncə kəstirə bilməkdir. Onu kəstirə bilmək, yəni qətən biləsən mütəvəccüh olasın ki, nə üz verəcək. Gələcəyi görmək. Bunların hamısı ki, buradan dedi, gələcəyi görməkdir, faciəni görmək və onu önləməyə deyir ki, nə mənə? Bu, elə strateji əsası budur. Güclü davranış, diqqət davamıdır sözün. O kitabda belə deyir. Dəncə və harmonide deyir ki, güclü davranış bədən tərəfindən zorlanmadan öncə bədəni eğitməkdir. Sözün davamıdır. Deyir ki, güclü davranış nədir? Bunu istir tərif eləyək. Güclü hərəkət nədir? Davranış, hərəkət sözü ki, ərəbcədə onun türkçəsidir. Güclü davranış, güclü hərəkət nədir? Diqqət buyurun, bu bizim milli hərəkətimizə, bunlar hamısı bizim milli hərəkətimiz üçündür. Güclü davranış nədir? Bədən türkçə sözdür, dostlar. Budon da millətdir türkçədə, qədim türkçədə. 3-4 min il bundan qabaqçı türkçədə budon dediğin millət deməkdir. Millət sözünün yad qədim anlamı budondur türkçədə. İkinci anlamı eldir, el. Bu taza bizim indi feylən elə əlimizdə işlənir. Mənim elim, yəni mənim millətim. Hangi el dərsən Türk elindənəm. Hangi boydansan Azərbaycan boyundanam. Farslarda millət sözü yoxdur. Çünki millət olmayıblar axılar. Bunlarda qovmu sözü var. Çünki bunlar əslən millət olmayıblar. Onun üçün bunların tarixlərində, ədəbiyyatlarında, ulum siyasilərində, ulum hüquqlarında bəhsi ki olur. Budur ki, millət sözü ərəbcədir və dinli anlamı var. Doğru deyirlər. Millət sözü məşrutədən sonra giribdir fars ədəbiyyatına, taza anlamı var. Yurt, el və budon anlamındadır. Bədən də
Millətin bir parçasıdır. Bədən. Bodon sözünün ki, dedik millət anlamındadır. Pəs deyir ki, bədəni güclü hərəkət nədir? Güclü davranış nədir? Bədən tarafından zorlanmadan, yəni bədənimizi zora qoymaqdan öncə bədəni eğitməkdir. Eğitmək, yəni təlim vermək, tərbiyə etmək. Eğitmək, yəni öyrətmək, bədəni öyrətmək. Bundan belə ki, düşaq birdən qaçaq, əvvəl yavaş-yavaş bədənimizi yol yeritməliyik. Məsələn, mən Təbrizdə olarkən, bu ilmək salanların bir məsəli var. Mən də ilmək salanlıqdan gəlmişəm, bilirsiniz. Çobanlıq da eləmişəm uşaqlığımda. Ərz edeyim ki, deyərlər ki, ilmək salanlar deyərlər ki, cumadan nənəmizin kəbinindən keçərik, cumadan keçmərik. Mən cumadan keçməzdim. Hər cümədə uşaqlarımı, famillərimin, uşaqlarını, özlərini götürərdim, gedərdim Eynalı dağına. Heç olmasa, piyada evimdən gelərdim Eynalı dağına, %99 piyada da evə gələrdim. Bədənim hazır idi. Uzun yol yeriməyə, qaçmağa, savaşmağa filana. Pəs nə mənə? Davranış nədir? Davranış, milli hərəkət, bədəni zora qoymadan öncə bədəni eğitməkdir, adət verməkdir bir şey, tərbiyə eləməkdir bədəni. Ki, sən qaçacaqsan, sən hoppulacaqsan, sən ac qalacaqsan, sən hər nə mənə ki, bədənə lazımdır ki, bu bir savaşı dözə. Zehni. İndi davranış nədir? Davranışın biri də budur. Zehin tarafından idarə edilmədən öncə zehni hazırlamakta. Zehnimizi, bundan qabaq ki, zehnimizi bizim idarə edilmədən, edilmə, bir ayrı adam birini idarə etsə ona deyirlər edilmək. Amma bilməsək kimdir. İndi bizim zehnimiz idarə olur panfarsizmin 100 il təbliğatı ilə. Pəs, bizim zehnimizi İdarə eləyənlər, şostuşu verənlər, ya yuvanlar, ya brainwashlar yıxmadan yumadan öncə, bizim zehnimizi aradan aparmadan öncə zehnimizi nə etməlidir? Hazırlamaqdır. Hərəkət, güclü hərəkət nədir? Zehnivi özgələr əllərinə keçirtmədən öncə özün öz zehnivi hərəkəti və işivə hazırlamaqdır. Dünya tarafından yöneltilmeden dünya üzerinde çalışmaktır. Dünya tarafından, yani o birisi memleketler, Farslar, bizim bütün Farslar, Rusya, İngilizistan, Fransa, Alman, Amerika, Kanada bizi yönetmeden önce müdiriyet etme. Yönetmek, müdiriyet ki Ərəbcə sözdür, onun Türkçesidir. Yönetmeden önce, bizi idarə etmeden, yola aparmadıqdan önce qabaq nə etməliyik? Dünya üzerinde çalışmaktır. Dünya üzerinde kim kimi yönetir? Ne tür yönetir? Ne tür bizi yönetmeye çalışırlar? Biz ne tür eləyə bildik bunun altından çıxaq? Ne tür eləyə bildik onları yönətimi altımıza alaq? Bunları düşünməkdir. Geri de burada da məhsuldur fiil. Yönetilmeden önce, yani idare olmadan önce, bilmirik kim idarə edir indilikdə, ama o bizi yönelten var. O indi bilirik ki, Farslar bizi yöneltirlər. Ama bizi yöneltmeden önce təşxis verməliyik ki, kim istir bizi yöneltə? Hangi hədəfə, hangi amaca bunlar hərəkət edirlər? Niye bize bu şeyi edirlər? İndi biri də deyir ki, nə fərq elər bizə İran, Türkiyə? Çox fərq elər. Bir var mən düşmənimi qohum qardaş bilən, bir var mənim qohum qardaşım ola, onu qohum qardaş bilən. Çox fərqi var. Çox fərqi var. Biz düşmənimiz düşməndir. Biz indi 100 ildir Farsları dost bilmişik. Amma 100 ildir Farslar bizi düşmən bəllirləyiblər və bizlə düşmən kimi rəftar edirlər və bizi düşmən kimi nabud eləməyə, aradan aparmağa, öldürməyə, məhv eləməyə çalışırlar. Biz onlara niyə gərək dostluq eləyək? Bundan böyük himaqət olar? Bundan böyük düşünməməzlik olar? Bundan böyük
brainwash ola bilər, beyin yıxama olar ki, beynimizi yıxayıblar, onlar bizlə düşmənlik edirlər, biz onlara dostluq edirik. Elə bilin, beləsi misal vurum. Biri gəlir sənin arvadını gözünün qabağında əlindən alır, qızını əlindən alır, təcavüz edir və deyir, mən sənin dostunam. Və sən də deyirsən, nə gözəl dostsan, sağ ol, yaşa, yaşa, dostuma bax mənim. Bizim vətənimiz əlimizdən alınır. Hakimiyyətimiz əlimizdən alınır. Və bəlkə də tərsi olubdur. Elə eləyiblər ki, biz içəlli hakimiyyətimizi də vermişik, vətənimizi də vermişik, özdə bir dana zəncir salmışıq boynumuza, ya da demişik, o ki, bizi al da, pul da vermə, biz sənin qul olaq. O kişi deyibdi ki, oğul bir nökər tap girən ki, bizə işləsin, pul da almasın. Uşaq gedir, axtarır, tapır, birini gətirir, dədəsi deyir, tapdın, deyir, hə, deyir, nəcür tapdın, deyir, dədə, sən dedi, qul tapdım, eləsini tapdım ki, özündən yiyir, bizə işlir, pul da almır. Deyir, daş başıma düşsün. Sən ki, axtardın, tapırdın, eləsini tapıydın ki, bizə də özündən yemək vereydi. Dəqiqən bu üç məsəl bizim halımızdır, bizim halımız. Biz vətənimizi vermişik, dövlətimizi vermişik, özümüzü də onlara vermişik, sizə işləyəcəyik. Eyni halda da maliyyatımızda 3 qat veririk ora. Dünənki amarlara baxıram, indi dostlar yazırlar, sağ olsunlar. Deyir ki, Tehranın 14 bərabər Ərdəbilcan büdcəsi var, 100 neçə bərabər Ərdəbilcan, üzr istəyirəm, Tehranın 14 qat Ərdəbildən çox cəmiyyəti var, nüfusu var, 100 neçə qat büdcəsi var. İsfahanın neçə qat büdcəsi çoxdur Azərbaycandan. Yəzdin neçə qatlar çoxdur. Buna nə deyərlər? Maliyyat da biz çox veririk. Bəzi yerdə 16 qat çox veririk maliyyat. Bunu deyərlər ki, biz onlara bir nökərik başlara, dövlətimizi, hakimiyyətimizi vermişik, məmləkətimizi, toprağımızı, yurtumuzu vermişik, özümüz də onlara işləyirik, özümüz özümüzdən yeyirik, onlara da yeməklərini veririk. Bundan böyük bərdəliğə adət eləmək olar, bundan böyük brainwash olmaq olar ki, biz bunu dərk eləməyək. Və fikir yox, roşən fikir yox. Və fikir yox, dünyanı bilirik. Dedim, dırnaq qalinlığında bilgimiz var, amma hər şeyə görə danışarıq. Bir nəfər tapanmarıq ki, bir dənə mövzuya görə desin ki, mənim bura təxəssüsüm deyil, bura mənim səlahiyyətim deyil, mən burada dərs oxumamışam, bilmirəm. Mən əslən oxuduqlarım, diqqət buyurun, dostlar, bu söz, taza söz deyil, amma yenə təkrar edeyim. Mən oxuduqlarım, hər nə oxumuşam, farsların gözündən oxumuşam, türk gözündən oxumamışam. Bunun üçün mən nə danışsam, fars tərəfindən danışıram. Bunun üçün də mən başlamışam, türkçü kitab oxuram və sizləri xahiş edirəm, gəlin türkçü kitab oxuyun ki, görək türklər dünyanı necə düşünüblər. Cüzü davranışın daha ne anlamı var? Dünya tarafından yönetilmeden dünya üzerinde çalışmakta görevlerin, diqqət buyurun, bu da üçüncüdür ya dördüncü, görevlerin baskısı altında kalmadan görevleri yerine getirmektir. Güclü davranış nedir? Görev dedik nedir? Görev, vəzifə sözü ki, ərəbcədir, onun türkçəsidir. Görevleri, yani vəzifəli baskısı altında kalmadan, baskı dedik zor, fişar, stres, zor altında kalıp bu vəzifəyə girmədən, indi məsələn İranda bizim hamımız dövlət qarməndə olmağa çalışırıq ki, dövlətin nökəri olaq. Heç kəs demir ki, deyirlər, mən nökəri dövlətəm. Mənim hüviyyətim yoxdur, mənim hüviyyətim dövlətin hüviyyətidir. Nökərin hüviyyəti olmaz ki. Qarməndin hüviyyəti yoxdur. Qarməndin hüviyyəti, yəni dövlətin nökəri. O yalan sözdür, amma Nasiruddin Şaha nisbət veriblər, yalan söz. Aşpəz deyir ki, qurban badımcan yap yeməli yemaqdır. Şah sabah soruşur, deyir ki, şah deyir badımcan çox pisdir. Aşpəz də deyir ki, qurban yap pis bir şeydir. Deyir, dünən belə dedi, deyir, qurban mən şahın nökəriyəm, badımcanın nökəri deyiləm, badımcanı tərifləyəm. Şah nə buyursa onu tərif eləyəcəm. Bizim çoxumuz dəqiqən bu məsələ yaşayır. Farslar
farslar nə öyrədiblər? Kitablarda oxumuşuq, düşünmüşük, yazmışıq, qulaq asmışıq. Heç vaxt deməmişik. Onların hamısı dövlət kariməndilər. Müəllimlər, ustadlar, kitab yazanların hamısı dövlət kariməndilər. Dövlətin sözündən qırağa çıxmayacaqlar. Pəs, ən son davranışın son xasiyyəti nədir? Görevləri, vəzifələrimizi. Vəzifəm nədir? Biz dövlətsiz bir millət olaraq özümüz ana dilimizi oxuyub, öyrəşib, yazıb, yazacağıq. Düşmən dövləti təbiidir. Əsən, mən mat qalmışam. Mən illər boyudu mat qalmışam. İranda da olanda mat qalmışam. Necə ki biz farslardan yalvarırıq ki, sən mənə ana dili ver. Niyə versin? Dəlidir, başına daş dayıbdır. Rəqibin gətirsin özünə, meydana çıxasın, desin ki, məndən savaş. Bu qədər ahmaq fərz edirsiniz farsları. Farslar ahmaq deyirlər, ağıllıdır. Ağıllı müşavirləri var, framasonlar və ingilislər, amerikalılar, fransızlar, avropalılar, ruslar. Görevin bası altında olmadan görevləri yerinə gətirməkdir. Mənə görə dövlət deyə ki, sən ana dili oxu. Məcbur qalam oxuyan. Özüm niyə oxumayım? Bu mənim bəcər vəzifəm deyil savadlanan. Bu mənim bəcər vəzifəm deyil millətimi tanıyam. Bu bəcər mənim vəzifəm deyil tariximi tanıyam. Bu bəcər mənim vəzifəm deyil fəlsəfə ürətəm. Bu bəcər mənim vəzifəm deyil hizb ürətəm. Bu bəcər mənim vəzifəm deyil hizb üzvü olam. Bu bəcər mənim vəzifəm deyil düşməni tanıyam. Bu bəcər mənim vəzifəm deyil düşmənlə savaşam. Gərək düşmən bunu mənə verə. Düşmən mənə gələ deyə ki, sən mənim düşmənimsən, mən sənə silah verim, sən hizbilən, gəl sənə kitab verim, dərs verim, dil verim, sən ölcək sonra da silahı götür, məndən savaş. Belə bir düşmən tapsaz, ona nökər olmaq lazımdır. Onu göz üstünə qoymaq, nökər olmaq deməyək, çox pisdir. Amma göz üstünə qoymaq lazımdır. Çünki belə bir düşmən 1000 dana dostdan yaxçıdır, məndən yaxçıdır. Dərin bilgi nədir dostlar? Dərin bilgi prensibi ilə sıkıntıyı düzənə, təhlükəyi güvənə, yox olmayı var olmaya, bəlayı düzənə, bəlayı başarıya döndürə bilmək, bəlayı başarıya döndürə bilmək mümkünüdür. Dostlar, dərin bilgi nədir? Bunu əvvəl bilək. İndi dərin bilgi, əvvəldə deyil, dərin bilgi. İndi o dərin bilgi nədir? Deyir, dərin bilgi bundan ibarətdir ki, prensip latincə sözdür, usul ərəbcə sözün yerinədir. Bunun türkçəsi də var, amma indi zehnimə fikirləşirəm, gəlmədi. Yadıma hətmən düşər, burada da gələcəkdir, deyəcəyəm. Deyir ki, prensibi, yəni usulu ilə, qanun qaydayla sıxıntını düzənə çevirməkdir. Zorluğu məmuli duruma gətirməkdir. Fişarı azaltmaqdır, yəni. Sıxıntıyı düzənə çevirmək. Bu birincisi. Sıxıntını, zoru, bəlanı, bu əlbəttə bəlanı deyəcək. Sıxıntı, dedik, zorluq, vəziyyət üçün orada biz onu qəbul eləyəmirik. Buna zor deyək. Sıxıntı deyək. Sıxıntını düzənə çevirmək. Düzən nəzm tərtib. Düzən nəzm tərtib gəlisi də ərəbcədir, onun türkçəsidir. Təhlükə dedik, xətər, ərəbcədir hər ikisi. Təhlükəyi güvənə. Güvən nədir? Etimad. Özü-özünə etimad edirəm. Öz dostuma, öz dildaşıma, öz vətəndaşıma, öz qardaşıma, öz qandaşıma etimad edirəm, güvənirəm. Ona belimi dayaya bilirəm. Buna da güvən deyir. Pəs, təhlükəyi, qorxunu. Təhlükənin türkçəsi qorxu. Qorxunu güvənə, etimada. Bir-birimizə. Özgəyə yox, özgə millətinə yox. Heç millət o birisi millətə güvəni olmaz. Siyasətdə Churchillin sözüdür. Siyasətdə dostluq
daimi dostluq və daimi düşmənlik olmaz. Bir millətin öz içində özünə güvəni olar. Türkün türkdən başqa dostu yoxu, yüzlər il bundan qabaq demişlər. Və yəni bu. Yox olmayı, در معرض نابودی قرار گرفتن farsça. Yox olmanı, məhv olub, nabud olub aradan getməyi var olmaya çevirmək deməkdir. Bilgi nədir? Dərin bilgi. Yox olma ehtimalın var olmaq ehtimalinə çevirməkdir. Ya yox olma ehtimalını aradan aparıb var olma ehtimalın %100 eləməkdir. Bəlanı başarıya, bəla sözün müvəffəqiyyətə çevirməkdir. Biz bir bəladayıq indi. Bir fars bəlasına mübtəla olmuşuq. Bunu başarıya, müvəffəqiyyətlə buradan çıxmaqdır, dövlətimizi qurmaqdır, istiqlalımızı almaqdır. Döndürə bilmək mümkündür. Mümkünləri, mənfi mümkünləri mümkün müddətlərə çevirmək nədir? Dərin bilgidir. Görün nə gözəl məna edirsiniz bunları. Fars ədəbiyyatında görmürsünüz. Güclü davranış ilə bədən uzun yaşama, zihin ilə dərin düşüncə yetənəyinə, dünya barışa, görevlər başarıya qovuşturula bilməkdir. Diqqət buyurun. Dərin düşüncənin davamıdır. Dərin düşüncə nədən ibarətdir? Güclü davranış üzrəsən. Güclü davranış nədən ibarətdir? Bunu bir də məna edir. Güclü davranış ilə bədəni, canı uzun yaşamaya qadir eləməkdir. İstirik uzun yaşayaq. Baxın, görün mənanı, görün nə gözəl deyir. Bədəni, güclü davranış budur ki, bədənimizi uzun yaşamağa hazırlayaq. Tez ölməyə yox. Düşmənlə də savaşmaqda deməyin gedirəm, öləm, şəhid olam. Yox. Gedirəm, öldürəm və yaşadan millətimi və yaşayan yüzlər il. Zehni, yenə də güclü davranış, zehn ilə dərin düşüncə yetərinə. Yəni, zehn ilə dərin düşüncə yaratmaqdır. Dərin davranış, güclü davranış budur ki, zehn ilə bir dərin düşüncə yaradasan. Yetənək, dünən dedik da, yəni istedad, potansiyel, güc. Amma gizli güc. Bizim hamımızda bir türk dili yazıb oxuru, bir millətçi, bir savaşçı, bir milli qəhrəman hamımızın içimizdə yatıbdır. Bu, o içəridə yatan gücdür ki, tanımırıq. Amma o zaman ki utanmadım, dedim yavaş oxuram. Amma oxuram. Oxuram ki düşünəm. Oxuram ki biləm. Oxuram ki görüm beynimi, bunlar harası, nələri mənim beynimdə yuyublar. Mən niyə düşmənin xidmətindəyəm? Dedi ki, dünya barışına, yəni sülhə, barış, Türkçe sözdür sülhə. Eyni halda millətin də adıdır. Türk sözü ki var, deyirik mən türkəm. Yəni mən sülh insanıyam. Türkün bir anlamı sülhüdür, barışdır. O adamlar adlarını qoyublar barış ya, evlatlarının adı barışdır. Onun mənası bu ki, mən türkəm. Türkün bir ayrı anlamı, bir ayrı mənası barışdır. Görevlər başarıya, dedi nə mənə? Dünyanı barışa aparmaq, yəni savaşları dedik o əvvəlki o misalda dedi da, görevlər müvəffəqiyyətə getməlidir, qovuşdurula bilir. Qovuşdurmaq da dedik, yəni qavuşdurmaq da bir-birinə yetirmək. Hər şeyi ki bunları yetirək, buna deyərlər bu. Bunu o kitabını oxudu ki, təadül və nə məna elədik? Dəncə və harmoni. O kitabdan bunları yazmışdı. Kitab yazan
Santuçu yazmayıbdır. Bunu Türkçe yazan yazır. Hələ feilən biz Türkçe yazanın nəzərlərini oxuruq bu kitab haqqında. Bu sözlərin də tanımladığı kimi Taoya da zen düşüncesini benimsemiş Asiyalı savaşçılar oluştukları derin dilim dolaştı da çətin olacaq. Soğukkanlıq, yani soyuqqanlıq da bu soğukkanlıq ərdəmni sadəcə ölüm fikrinə zehinlərini hazırlamakta değil, ama aynı zamanda karşılarına çıkacak her türden değişik koşullar altında zaman yetiriminden anında tepki gösterecek hassaslığa oluşmakta kullanılar. Dostlar, indi burada bir şey dedi. Deyir ki, bu sözlərində tanımladığı kimi, yəni bu sözlər dediği, tanımladığı, yəni müşəxəs elədiği, aydınlatdığı kimi Tao düşüncəsində, Tao fəlsəfəsində, Tao ideolojisində, Tao dinində, hər nədirsə o Tao, onda zen məsələsi onda var. Zen düşüncəsini benimsemiş. Benimsemek, ben yani mən. Mən sözü ki biz işlədirik. Türkiyədə ona mən də deyirlər, bən də deyirlər. Mığla bu bilirsiniz bizim dilimizdə çox bir-birinə çevirirlər. Onun üçün də bən də demək olar, mən də demək olar. Benimsələmək yəni özünə çıxmaq, mənimsəmək, mənimkidir. Malikiyyətini almaq, fərdi malikiyyət almaq. Asiyalı savaşçılar ulaşmaq yəni yetişmək. Ulaşmaq, biz bu uşaqlıqda da ulaq oynardıq. O da bir yerdən bir yerə yetişmək üçün. Ulamaq yəni yetişmək da həmandır. Ulamaq, ulaşdırmaq, dərin soyuqqanlıq. Soyuqqanlıq farsça deyirlər xonsərdi. Bunun Türkçəsidir. Soyuqqanlıq. Soyuqqanlıq yəni dünən dedi ki, duyğulara bürünüb getməmək, duyğulara, adam özünü duyğulara verməmək, ağıl üzü ilə hərəkət eləmək. Soyuqqanlıq bundan ibarətdir. Ya əksül əməl, sürətlə əksül əməl göstərməmək ehsas üzü ilə, ehsasat və duyğu üzü ilə. Amma deyəcək ki, sürətlə hərəkət eləyək. Dedim, duyğu üzü ilə. Ərdəm dedik Türkçədə əxlaq sözünün, əxlaq ərəbcə sözdür, onun Türkçəsi ərdəmdir. Ərdəmini, yəni soyuqqanlıq əxlaqını xunsərdi, əxlaqı xunsərdi, məndən farsça. Soyuqqanlıq ərdəmini sadəcə ölüm fikrinə, ölümə fikirləşməyəcək, sadəcə ölüm fikrinə zehnimizdə ölüm fikrinə nə olmamaq? Hazırlanmaqda deyil. Zehnimizdə ölüm fikrinə, düşüncəsinə ki, ölüm həqdir, bir gün öləcəkdir, bu ölümə görə biz hazırlanaq, öləkdir, bu deyil. Pəs nədir oldu? Soyuqqanlıq ərdəmini sadəcə ölüm fikrinə zehnilərini hazırlamaq deyil. Zehnimizi sadəcə ölümə hazırlamaq soyuqqanlıq deyil. Mən tamam savaşaram, ölərəm. Yox, ölümü qəbul eləmək deyil. Bəlkə nədir? Amma eyni zamanda karşılarına çıkacak her türden değişik koşulları altında zaman yetirmeden anında tepki gösterecek
hisslərini ya hassaslığa uluşmaq da kullanılır. Pəs nədir? Deyir ki, zehnimizi taca ölümə hazırlamayacaq, amma eyni zamanda koşullarına şərait, dünən də dedik. Şərait sözü ki, ərəbcədə onun türkçəsi koşullarına. Karşı da ne deməkdir? Karşımızda durubdu, qarşımızda durmaq, yəni müqabilində, qabağında, sənin o birisi tayında duran, bu da karşısına çıxacaq, yəni hər ehtimal ki, sizin qarşınıza çıxa, hər türündən, onun hər cür olur, ehtimal olur, olsun, değişik koşullarda, değişik, müxtəlif cürbəcür, değişik cürbəcür, müxtəlif ərəbcə sözünün cürbəcür ya değişik türkçələridir. Koşullarda, yəni şəraitində, şərait altında, şəraitin içində, yəni nə olacaqdır? Zaman yetirmədən, yəni itirmədən, zamanı əldən vermədən, yəni çox da dözməyəcəksən, çox da fikirləşməyəcəksən, zamanı əldən verəsən, düşmən gələ qabağa keçər. Anında, an dedik ki, qıbbaq bir zamanına an deyirlər, ləhzə, saniyədən kiçik, anında təpki göstərmək, təpki, yəni əksül əməl, əksül əməl sözünün türkçəsi təpkidir. Təpki göstərmək həssaslığı, yəni ərəbcə sözdə həssasiyyət. Uluşturmaq kullanılır. Bunu uluşturmaq, yəni hazır eləmək, dedik, ulaşmaq, yetirmək. Bunu o sahədə kullanılır. Pəs, bu da bu, dostlar. İndi gedirik, yenə də kitabdan bir ayrı kitaba istinad edir və oxuyur. Deyir ki, mən fəqət bunu yekəldim ki, görüm. Yenə Dəncə və Harmoni kitabı der ki, yenə də Dəncə və Harmoni kitabı deyər ki, yəni deyər ki. Bizdə bu der ki, der, diyər mənlə dizləyirik, onlar der deyirlər. Biraz qıssaldıblar. Diyəri, diyə götürüblər və der. O kitab nə deyər? Səssizlik. Dostlar, indi bunu diqqət buyurun. Biz bir şeyləri bilirik. Düşmən bizi qətliam eləyib. Biz intiqam alacaq. Amma lazım deyil burada gələk yaşı. Biz də onları qətliam eləyəcək. Çünki dünya bizdən qorxar. Heç kəs bizim dalımızda durmaz. Bu xamlıqdır. Farslar 75 ildə bizi qətliam eləyiblər. Bizi 3 dəfə qətliam eləyiblər. Və ermənilər bizi qətliam eləyiblər. Asurilər bizi qətliam eləyiblər. Kürdlər nənələrlə qətliam eləyiblər. Farslar bunları dillərinə gətirməzlər. Niyə? Çünki bunu desə sən deyəcəksən ki, sən niyə sakit qalmışdın deyəcəm? Sən də məni qətliam eləmsən. Əgər o qətliamdırsa, səninki də qətliamdır. Fars bilir. Quyruğun təliyə verməyəcəkdir ki, qıra bilməyə. Onun üçün qətliamı əsən inkar eləyəcəkdir. Əsən danışmayacaqdır. Qətliamdan danışmaz. Hətta ermənilər ki, ermənilərin dostu da bilirsə, ən yaxın dostu ermənidir bu bölgədə farsları. Ermənilər ki, türkləri qətliama müttəhəm eləyirlər, İranlılar ondan da danışmazlar. Çünki ondan danışsan, Azərbaycandaşılar danışırlar. Azərbaycançılar danışsalar, məcbur olacaqsan, tozih verəsən. Tozih versən, məcbur olacaqsan, qəbul eləyəcəksən. Məcbur olacaqsan, qəbul eləsən, deyəcəksən, mən niyə qüsur eləmişəm? Çünki səni düşmən görmüşəm. Düşmənin tərəfində durmuşam. Düşmənin tərəfində durduğum üçün də sənin qətliamını hesaba salmamışam. İndi özüm də səni qətliam eləmişəm. Onda olmaz ki, mən səndən düşmənəm. Deməz. Səssizlik nədir? Onu deyəcək. İçində kavramaq. İçində bunu aşırıb düşürmək. Bir sözü, bir düşüncəni, bir məsələni öz içində neyinirsən? Bu yüzden o yüzə çevirirsən, o yüzden bu yüzə çevirirsən. Kavramaq. Kavramaq, bilirsiniz, məsələn bir tane qazanda bir şey bişirirsiniz, bunu qarışdırırsınız. Buna kavramaq da deyərlər. Bir tane dəmir var, düzdür. Bunu kavırırsınız. Belə bunu fərər kimi əyirsiniz. Bu da kavramaqdır. Çünki onu o şikli şəmailindən çıxadırsınız. Pəs, səssizlik nədir? İçində düşünmək, çabalamadan başarmaq, çabalama, yəni çox ələ yox çalmadan, hamıya görsətmədən ki, mən nə istirəm, görəm, nə eləyəcəm gələcəkdə,